Növbəti suala keçək. Əgər mənim qoruma mexanizmlərim çox güclüdürsə və hisslərə yaxınlaşmaq çətin gəlirsə, proqram bunu yumşaltmağa kömək eləyirmi? Birbaşa. Niyə? Çünki hisslər məktəbində, bu il olan hisslər məktəbində qoruma mexanizmlərin daxil eləyəcəyik hisslər məktəbinə. Ümumiyyətlə, hisslər məktəbi hazır bir proqram deyil, canlı bir proqramdır. Yəni, hisslər məktəbi mənim imza proqramımdır, bilirsən, hər ilin payızında keçirilir və hər il hisslər məktəbinə müəyyən şeyləri daxil edirəm. Çox önəmli hesab elədiyim şeyləri və bu il 3-cü hisslər məktəbində bu qoruma mexanizmləridir. Niyə mən bunu vacib görürəm hisslər məktəbini əlavə eləmək üçün? Çünki sən hər hansı məsələ ilə işləmək istəyirsən və qoruma mexanizmin qoymur. Mən bunu özümlə görüşürəm də görmüşəm. Özümlə görüşürəm, hisslər məktəbinə aiddir və hisslər məktəbinin yeganə komponentidir ki, ayrı satılır. Başqa heç bir şey hisslər məktəbindən ayrı satılmır. Sadəcə özümlə görüşürəmdir. O da niyə? Çünki terapiyadır və insanlar özləri ilə məşğul ola bilirlər. Mənim özüm belə özümlə görüşürəmi çox eləyirəm və həmişə səsləndirdiyim bir şeydir. Nə bilim, özümdə terapiyaya gedirəm təbii ki də və məsələn, bir şeydən çox tətiklənmişəmsə, bir şey mənə çox təsir edibsə və özümə yer tapa bilmirəmsə, bunu adətən, nə bilim, bugün yaşamışam, terapiyam 3 gün sonradırsa, terapiyaya saxlamıram. Yəni, özümə yer tapa bilmirəm deyirəm, özümlə görüşürəm, eləyirəm. Və özümlə görüşürəm eləməyim həmin mövzunu terapiyaya müəyyən bir şəkildə aparmağıma səbəb olur. Artıq bir yol getmişəm, onu psixoloqumla da danışıram. Bu şəkildə işləməyimə səbəb olur. Və özümlə görüşürəm və nə gördüm? İnsanlar özümlə görüşürəm elədikləri zaman alınmır. Bu mənim çox marağıma səbəb olmuşdu ilk başlarda, nə baş verir deyə. Sonra bunu gördük, məntiqsəlləşdirirlərmiş. Məntiqsəlləşdirmək qoruma mexanizmidir. Nə deməkdir? Mən bu məsələ ilə işləyəcəm, düzdür? İstəyirəm, şuurlu şəkildə bunu seçirəm. Amma şuur altım deyir ki, eləyə bilmərsən, çox çətindir. Öldür mən eləmərəm, öldür mən o yerlərə baxmayacam. Qorxuram, toxunmayacam o yerlərə, təmas edə bilmirəm, uzaq tut. Qoruma mexanizması budur. Bunu necə eləyirik? Bəzən bu dediyim kimi qaçmağa çalışaraq, ignor eləməyə çalışaraq eləyirik. Bəzən məntiqsəlləşdiririk. Bir çox özü ilə işləyən insan məntiqsəlləşdirərək bunu eləyir. Çünki şeyin də fərqində olur, qaçıram bundan deyir və nə eləyir? Mən qaçıram bundan. Yəni, hər şeyi düşünür. Filan duyğum da var, bəhmən duyğum da var, amma həm də qaçıram. Duyğu yoxdur ortalıqda. Yəni, işləmirsən vəziyyətlə. Bu da məntiqsəlləşdirməkdir. Mən bunu gördüyüm zaman qərar verdim. Bu ilk hisslər məktəbinə bunu daxil eləyəcəm dedim. Qoruma mexanizmlərin növləri var, ilkel var. Nəysə, bunlar hisslər məktəbində onsuz da danışacağım. Və iş orasındadır ki, bunu biləndən sonra da özünlə işləmək çox daha rahat olacaq. Çünki qoruma mexanizmləri olduğu yerdə duyğulara təmas eləmək, nəticə olaraq gerçəkdən sağalmaq mı deyim, dəyişim mi deyim, mümkün olmur. Çox təəssüf ki. Buradan yola çıxaraq da, məsələn, 3-cü hisslər məktəbinə qoruma mexanizmlərini daxil eləyəcəm. Bu, hardasa yanvarın ilk 10 günündə baş verəcək və nəticə olaraq hisslər məktəbi 3-ə əlavə elədiyim dəyişiklik hisslər məktəbi 1 və hisslər məktəbi 2-yə də əlavə olunacaq. Yəni, sən hisslər məktəbi 2-də iştirak eləmisənsə, hisslər məktəbi 3-də olan dəyişikliyi öz proqramında görə biləcəksən.